Dünyanın kənd təsərrüfatı. Dedik ki, kənd təsərrüfatı müqayisə aparan zaman inkişaf etmiş yoxsa etməkdə olan ölkələr arasında müqayisə aparanda kənd təsərrüfatı hansında daha yaxşıdır, daha geniş yayılmışdır? İnkişaf etmiş deməli. Etməkdə olanda. İnkişaf etməkdə Etməkdə olan olan. ölkələrdə, Anladım. etmişlərdə yox. Etməkdə olan ölkə kənd təsərrüfatı daha geniş yayılmışdır. Niyə görə? Məsəl üçün biz təsərrüfatı dedik ki, sahələrə aiddir. Sənaye və kənd təsərrüfatı olmağa iki yerə ayırdıq. Və dedik ki, inkişaf etmiş ölkələrdə sənayenin payı daha çoxdur. İnkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatının payı çoxdur. Bunun səbəbi nədir? Bunun Niyə görə səbəbi budur ki, müəllim, kənd inkişafda olan təsərrüfatı ölkədə əmək şey? tutumlu bəli, əmək tutumlu sahə olduğu üçün inkişaf etmiş ölkələrdə isə əmək tutumlu sahə üçün işçi sayı çoxdur. Yəni buna görə burada yəni kənd təsərrüfatı daha çox istifadə olunur. Bəli, bu ölkələrdə işçi qüvvəsi, çünki kənd təsərrüfatı əmək tutumlu sahə olduğuna görə çox əmək Bəli, tələb edir. Xüsusən də qadın əməyindən çox istifadə olunur kənd təsərrüfatında. bəli, Bu da ki, daha çox hardadır? İnkişaf etməkdə olan ölkələrdə olduğuna görə, ona görə də kasıb ölkələr deyək biz buna, Loridə kasıb ölkələrdə kənd təsərrüfatı daha bəli. çox üstünlük təşkil edəcəkdir deyəcəksiniz. Sonra kənd təsərrüfatından deyək ki, Eti dövründə, bayaq da qeyd etdik ki, Eti dövründə kənd təsərrüfatı inkişaf etməyə başladı və burada kənd təsərrüfatında iki hissə var idi. Bir texniki bitkilər, əkinçi idi daha doğrusu. Əkinçinin iki hissəsi var idi. Texniki bitkilər, dənli Texnikli bir də bitkilər. ştaxıl. Texnikli. Texniki bitkilər dediyimiz anlayışda hansı bitkilər daxildir bura? Mənim kətandır, pambıqdır, cutdur, Pambıqdır, Cud cutdur, şey, kokaindir. yox, yox, cud deyil. Texniki bitkidən söhbət gedir. Kətan onlar şeydir. Texniki bitki dedim, hə, eləmi? Dənli Bəli, bitki, bəli, bəli. dənli bitkilər demək istədim. Hə, dənli bitkilər Dənli hansılardır? bitkilər Hə, buğdadır, hə. çəltikdir, Hə. buğdadır, taxıldır. çəltikdir. Aysa, Bəli, bunlar taxıl, çəltik, buğda, buğda. qarabaşaq, nə bilim, arpa və sairə. Bəli, Bunlar nədir? Dənli bitkilər. Texniki bitkilər digər bəli, bayaq dediklərimiz, bəli, katandır, bəli. kartofdur, nə bilim, Yağ, gülabaxandır və kakao. sairə. Kakao və sairə. Bunlar hamısı texniki bitki hesab olunur. İndi bu texniki bitki ilə dedik ki, dənli bitki eti dövründə arasında bir fərqlilik yarandı ki, eti dövründə texniki bitki nə etdi? Dənli bitkini üstələdi. Bəli, Ya bunun üstələdi. səbəbi sizcə nə idi? Niyə görə məsəl üçün texniki bitkiyə daha çox önəm verdilər? Mənim çünki texniki bitkilərdə məsələn pambıq deyir ki, tibbdə istifadə olunur. Kətan məsələn deyir ki, paltarların tikilməsində Deyir istifadə məsələn. olunur. Bunlar da mənim Yəni bu bir neçə sahədə bəli istifadə olunur, sahədə istifadə olunduğuna görə biz daha çox ona etüdə istifadə üstünlük. etdə daha çox nədir ona üstünlük vermişdik deyəcəyik. Sonra gəldik buradan biz nəyə? Heyvandarlıqda isə ətlik, südlük və südlük ətlik istiqaməti olmağa iki yerə ayırmışdıq. Dedik ki, eti dövründə hansını üstələdi? Südlüyətlik, Hə, ətli, ətli südlü. südlü üstələdi. ətlik, ətlik, südlüyü nə etdi? Üstələdi. Bunun da səbəbi biz daha çox süddən, heyvanın Bəli, südündən, məhsulundan daha çox gəlir əldə edə biləcəyimizi gördük deyə dedik ki, hə, vəsiyo. Elə bir buradan bəli, qazanaq da, yəni ki, satıb qazanmaqdansa buradan qazanaq. Daha sonra gəldik ki, biz deyirik ki, heyvankət təsərrüfatının inkişafının iki istiqaməti var. Biri intensiv bəli. istiqamətdir, bir də Bir də ekstensiv ekstensiv. istiqamətdir. İndi Elmin də görəksən bizə. Sənin fikrincə intensiv daha yaxşıdır, yoxsa ekstensiv inkişaf yaxşıdır? Məncə ekstensiv, çünki burada deyirik ki, məhsuldarlığı artırmaq üçün say və sahəni artırmaq lazımdır Səncə ona görə. ekstensivdir. Aslan sənin fikrincə? Bəli, məncə əlbəttə ki, intensiv olar. Çünki burada say və məsələn işçi qüvvəsinin Məncə də sayını intensiv artırmadan, müəllim. heyvanların sayını artırmadan gəliri artırmaq olur, hansı ki, bu da inkişaf etmiş ölkələrdə. Bu da yəni Bəli, intensiv olar bizim mənim. üçün müsbət olan Bəli, tərəfi intensiv inkişafdır. Ümumiyyətlə biz demişdik ki, intensiv, ekstensiv terminləri hər yerdə intensiv, ekstensivdən daha yaxşı bəli, götürürük. Məsələn, şəhərin inkişafında intensiv inkişaf daha yaxşıdır. Kənd təsərrüfatının inkişafında intensiv inkişaf yaxşıdır. Sənaye olsun, hər bir sahədə yəni ki, fərqi yoxdur. İntensiv inkişaf yaxşıdır deyirdik həmişə. Bir də istisna yerimiz var idi ki, faydalı qazıntılar idi. şeylər, yer qazıntıları, bəli. Aysa, faydalı qazıntılara biz demişik intensiv dərindən çıxarmaydı, ekstensiv səthdən çıxarmadır. Ona Bəli, görə də doğru. biz ekstensivi orada bir dənə üstün tuturuq. Müəllim, Yox. bu intensivi də orada buna görə eləmirdilər ki, yəni dərinə doğru onun tükənməməsi üçün eləmirdilər, elə deyil. Tükənməməsi deməyək ki, o Başa tükənmişdi gəldi deyə ki, bəli. edirdilər. Tükənmişdi Bəli, artıq.
yerin səthinə Bəli, yaxın hissədə artıq dibə doğru enirdilər. Bu da daha çox maliyyə tələb edirdi. Yəni ki, daha çox texnika lazımdır, işçi lazımdır, daha çox pul vəsaiti ayrılırdı deyə buna görə sərf eləmir bunu çıxartmaq. Məsəl üçün bizdə deyək ki, olan bəzi potensial yataqlarımız var ki, onların əslində bu gün istismar olunmamasının səbəblərindən biri də budur ki, onlar normaldan deyəsən yuxun gəlir elmin. Onlar normaldan nədir? Çox dərində yerləşirlər deyə onları çıxartmaq digəri qədər sərf eləmir bizə. Ona görə də ki, məsələn, onları biz potensial yataq kimi hələ saxlayırıq. Hə, onlar nə vaxtsa vacib lazım olsa məcbur qalıb çıxardarıq. Bu başqa məsələ. Bir dənə bu faydalı qazıntı dedik ki, intensiv ekstensiv yerini dəyişir. Amma ki, məsəl üçün faydalı qazıntı məsələsində də mən intensiv ekstensivi götürəndə inkişaf etmiş ölkədə hansını götürürəm onda? intensiv. intensivi. Yenə intensiv. Hər zaman intensiv inkişaf etmiş ölkəyə gedir. Bəli. Yəni deyirik ki, inkişaf etmiş ölkələrdə indi təbii ki, orada da Onda istisna ölkələr var ya öz yerində. Cardır, nə bilim, bəli. Avstraliyadır, ABŞ-dır. Bu kimi ölkələrdə istisna yerlər var təbii ki də. Amma demək Müəllim, olar deyim ki, məsəl. əksəriyyətində əksər inkişaf etmiş ölkələr nədir? Kənd təsərrüfatında həmin bu şeydə faydalı qazıntının çıxarılmasında Bəli. intensiv çıxarılma görür. Çünki onların faydalı qazıntı Bəli, onun səbəbi tükənmişdir. bəli, dərinə getdikcə texnikanın, yəni inkişaf lazım idi. Texnika daha çox Dedik, dərinə bəli. getsə, o da inkişaf Texnologiyanın etdi. daha Bəli. müasir forması deyək, daha çox xərc deyək, bunlar lazım idi. Amma kənd təsərrüfatında bu tamamilə əksinə gəldik, olduq. Və ekstensivdə bəli, biz sahə artırdıq, işçi qüvvəsi artırdıq, daha çox maliyyə verdik, daha da çox maliyyə götürə bilərdik, düzdür. Amma vaxtımız çox getdi, daha çox xərcimiz çıxdı. Məsələn, qoyduğumuz pulla götürəcəyimiz pul arasında belə deyim də, məsəl üçün deyək ki, mən Avropada yaşayıram, 400 manata gedirəm bir dənə heyvan alıram, gətirirəm, saxlayıram, məsəl üçün. Hə, bunun südündən, qatığından satıram, nə bilim, nəsə edirəm, opşum, böyüdürəm, südünün qatığını satıram ora-bura. Elə danışdım ki, elə bir kənd yerində böyüməmişəm məndə. 400 manata heyvan var, guya, inək var. Məsəl üçün deyirəm də, yəni ki, olsun 1000 manata getdik, 1500 manata Bəli. getdik, aldıq. Hə. Amma gəldik məsəl üçün Azərbaycana deyək ki, 1500 manata getdim aldım orada onu. Ondan məhsul götürdüm, satdım, qazandım, eləmi? Amma Azərbaycanda sən bunu gəlib eləyəndə bu gün bizdə məsəl üçün sən edirsən o 1500-ə orada aldığın heyvanı deyək ki, gəlib burada alsan 3000 manata, məsəl üçün deyirəm ha. Və Bəli. baxırsan ki, elmin əməlli başlı yuxun gəlir sənin taloca, mən də əsnəməyə başlayacağam. Elə tədə şirin-şirin əsnəyir. Heç olsa belə ağzını tutdu da bala. Nə elə, elə Alim Qasımov muğam oxuyur orada, segah deyir. Zəngilaya qalxır. Nətər dərsliyirik. Ha. Yəni ki, bu gəldi artıq bizdə çox şey qoyursan, pul qoyursan, yenə baxsan götürdüyün pul sənə qane etməyəcəkdir. Yəni ki, bu baxımdan sərf eləmir bizə ekstensiv. Yaxşı deyil yəni ki. Amma bununla da kənd təsərrüfatı daha çox harda olur? Yenə də inkişaf etməkdə olan ölkələrdə. Yəni bura bir Bəli. nöqteyə nəzərdən yanaşmaq olar ki, biz belə deyə bilərik ki, buna bu ölkələrdə sənaye sahələrinin biraz zəif inkişaf etməsi və yaxud da insanların deyək ki, təhsil səviyyəsinin aşağı olması, insanların təhsilə çox maraq göstərməməsi və sairə bu qeyri-bərabərliklər var ki, ölkə daxilində artıq bunlar nə edirlər? Ölkədə o sahələrin inkişafını ləngidir və insanlar özləri başlayırlar artıq kənd təsərrüfatını inkişaf etdirməyə. Yavaş-yavaş dövlət də başlayır artıq kənd təsərrüfatından maraq ayırmağa ki, nə burada məsəl üçün gəlir var da, qazanc əldə etmək mümkündür. Ona görə də bu ölkələr kənd təsərrüfatından inkişafa doğru gedə bilərlər. Biz bunları məsəl üçün yeni sənaye ölkələrində falan görə bilərik. Sonra əmtəlik var idi, bir də istehlak var idi. İstehlak nə idi Fərrux? Satış işidir. Xeyr, elmin nə idi istehlak? Müəllim, yəni istehsal belə idi ki, istehlak, İstehlak. yəni özümüz istehlak onu belə özümüz şey edirdi, yəni hazır mənimsəyirdi, amma MT-də pul satış məqsədindən istifadə olunurdu. Bax, istehsal var, istehlak var. Bəli. Bəli, Deyim müəllim. Bunların müəllim. fərqini anlaya bilir yazsan. Bəli. Bəli, deməli, Buyur. Müəllim, olsun. istehsal, məsələn, nə isə biz istehsal edirik, amma istehlak budur ki, müəllim, məsələn, hansısa bir şey hazırdır və ondan hazır şəkildə istifadə edirik. Mənimsəyirik, hazır mənimsəmə. Bax, istehsal nədir? Məsəl üçün, deyək ki, bu şeydir, bateriyadır, saat daşıdır. Bu bateriyanı mən Bəli, düzəltdim. Bu istehsal oldu. bəli, Bunu müəllim. da gətirirəm, istifadə edirəmsə artıq, bu nədir? İstehlak olacaqdır. Yəni düzəltdiyim, icad elədiyim belə deyək də, istehsal İstehsal. etdiyim bir şeydir bu və onu istifadə edirəmsə artıq bu istehlak hesab olunacaqdır.
Sonra əmtəlikdəki bəli, satış amacı ilə istehsal olunandır. Yəni biz təsərrüfat sahəni öyrənən zaman deyirik ki, ilkin yaranmış şansıdır, natural təsərrüfatdır. Nə idi natural təsərrüfat? Elə bil ki, öz həyatyanı ərazində əkib becərməkdən söhbət gedirdi burada. Hə, özüm üçün elədim. İlkin olaraq özüm üçün elədim. Məsəl üçün deyək ki, Gədəbəydə yaşayıram və burada əkin sahəm var. Əkin sahəmdə gedirəm kartof əkirəm. Kartofu yığıram, görürəm ki, hə, məsəl üçün mənim bir qış boyu, bir il məsəl üçün azuqəmi götürürəm, baxıram ki, hə, burada filan qədər kartoşka nə oldu, artıq qaldı. Onu artıq satışa çıxarıram. Yəni ilkin variantda nə edirəm? Özümü düşünürəm, öz qarnımı düşünürəm belə deyək, Loridə. Daha sonra nə edirəm artıq? Xaricə göndərirəm artıq satış amacı ilə. Həmin o birinci olan istehlakdır, ikinci olan istehlak artıq əmtəlik hissə hesab olunacaqdır deyəcək. Yaşıl inqilab. Yaşıl inqilab nədir? Elmin. Belə ki, müəllim, yaşıl inqilabda biz e, bu kənd təsərrüfatı məhsullarını demişdik ümumiyyətlə. Əgər bir ərazidə suvarılma düzgün aparılmalıdır həmişə. Əgər düzgün aparılmasa suvarılma, orada anlaşma əmələ gələcək, bataqlıq əmələ gələcək, ifrat rütubətlənmə şəraitdə, yəni Belə bir şey, yəni fikrin dayanır. Aslan göstərməyə başlayır. Yəni, buyursan Bəli, fikrini. məsələn, yaşıl inqilab budur ki, orada belə deyirdik də, bircə dəqiqə məhsuldarlığı yüksək olan torpaqların sayını artırmaq, suvarılan ərazilər genişləndirmək, kənd təsərrüfatında gübrələrdən bir də ki, məsələn, zərərverici həşəratlara qarşı istifadə olunan məsələn, dərmanlardan istifadə Evet. edilməsi. Bunlar hamısı Da. yaşıl inqilabdır. Ay Fərux, Fəruq. nə hayırsan? Fərux, nə Mənim hayırsan? qismən gəlib otağa başımı xarab eləyir. Səsim açıq Sə qalıb onda da fikir səsi verməmişəm. açıq, açıq oradan gərnəşirsən, böyürürsən, nə hayırsan orada. Yox, ay da dedim mən dedi. Yusifə də Müəllim, əsəbləşirəm. bunu silərsən, müəllim, bunu sil. Əyo, Videoda gedəcək bir yoxsa. yerdə. Deməli, yaşıl inqilab nədir? Yaşıl inqilabda bəlasızlan. Biz burada kənd təsərrüfatı hər yerdə var da, yəni bunu hər yerdə edirsən. Sadəcə olaraq biz kənd təsərrüfatının daha möhtəşəm şəkildə inkişaf etdirilmiş ərazilərdə deyildi, yaşıl inqilab Bəli, burada tətbiq olunur ki, burada sən sort gübrələrdən istifadə edirsən, bəli, sort toxumlardan istifadə edirsən, nə bilim, zərərvericilərə qarşı dərmanlar istifadə edirsən. Yaxşı. Yəni bunlar varsa artıq, bu da istər-istəməz məhsuldarlığın yüksəlməsinə gətirib çıxarır. İndi artır, bilmirəm, yüksəlmə. əkinçiliklə hardasa məşğul olan birini görübsünüzmü və ya evdə kimsə məşğul olub ailənizdən bilmirəm. Mənim Məsələn, biz babam bəli, özümüz müəllim. Mən rayonda çox görürəm. əkinçi ilə məşğul oluruq da. Anlaşılır. Hə, o deyək taxıl əkib səpir isə və yaxud da ki, kartof əkib səpir isə, ona biz mütəmadi olaraq qulluq edirik. Düzdür, bizdə suvarma yoxdur, amma ki gübrə veririk məsəl üçün. Və Cəmiyyətdə yaxud da ki, gedib taxıl səpəndə axtarıb araşdırıb sort toxum alırıq ki, daha yaxşı məhsul versin. Və bunlar hamısı nədir? Yaşıl inqilabın bir tərkib müəllim, hissəsidir. məsələn, adi məsələn, gül əkirləri, o gül əkəndə süni gübrələrdən də istifadə edirlər. Daha Onların sağ ol. hamısı da Onlarda ondan. məsələn o güllərin satılma Bəli, güllərin falan dibində torpaqlar olur. Məsələn, onlar nədir? Tərkibində bəli, gübrələrlə, mineral zəngin olan torpaqlardan ibarətdir. Yəni o bəli. bizim həyatdakı torpaqdan ibarət deyil. Yəni fərqli bir şeydir artıq orada. Yəni bunlar varsa artıq yaşıl inqilab. Yaşıl inqilabın məqsədi yəni nədir? Bunları gətirib çıxardır sənə ki, sən bununla ölkədə təsərrüfatını daha yaxşı inkişaf edəsən. Yəni biri var 1 hektar ərazidən məsəl üçün 3 ton buğda götürəsən, bir də var ki 1 hektar ərazidən 5 ton buğda götürəsən. İkisinə çəkdiyin xərc eynidir əslində də. Sadəcə olaraq birində daha az məhsul, birində daha çox məhsul götürürsən. Təbii ki, bizə nə lazımdır? Daha çox məhsul lazımdır. Məhsul gör. Bəs bu yaşıl inqilab özünü daha çox harda göstərirdi? Hansı ərazilərdə? Cənub-Şərqi Asiya, yəni Asiyan ölkəsində. Cənub-Şərqi Asiya ərazisində biz ASEAN ölkələrində bəli biz bunu görə bilərdik. Sonra Latın Amerikası ölkələrində biz bunu nədir? Görə Bəli, bilərdik və Türkiyə bəli, ərazisində də görə bilərdik yaşıl inqilabı. bəli. Yəni bu belə deyərik ki, məsəl üçün bu maraqlansanız əgər onların o bəlgəsəllərdə məsəl üçün girib baxa bilərsiniz dünya ölkələrinin kənd təsərrüfatının inkişaflarına da. Orada görərsiniz həqiqətən də indi bizim kitabda danışdığımız hardasa onun 1%-dən danışır da bəlkə də. Amma yerdə qalan hissəsini baxıb internetdə araşdırsaq görə bilərik ki, nə qədər möhtəşəm kənd təsərrüfatı inkişaf etmiş ölkələr var. Bəs kənd təsərrüfatının aqrobiznes forması Fərrux nədir? Qışqırmadan danış, yavaş-yavaş danışaq Fərrux. Fərrux utandı getdi. Mən demək olar. Deyil. Mən bu da elə kənd təsərrüfatının bir növüdür. Buradakı elə məhsulların emalı, saxlanılması, onların istehsalı,
Həmin o suvarlar, ərazilərin suvarılması, Yəni bunların bu hamısından bu keçən dəfə nə idi sən dirəşmişdin bizlə Elmin? şeylə, su qışları. Hə, köçəri quşlar, su quşlarla dirəşmişdin. Bu dəfə də suvarma əkinçisi ilə dirəşmişik. İnşallah hər yeri gətirib suvarma əkinçisini çıxarırsan. Aqrobiznes forması hər şeyin bir arada cəmləşməsidir. Yəni burada satış bazarı, nəqliyyatın, texnika, texnologiyasının, bitkinin, nə bilim, gübrəsi olsun, toxum olsun və sair hamısı bir arada cəmləşidir. Bu özünü harda göstərirdi? İnkişaf etmiş yoxsa etməkdə olan ölkələrdə? İnkişaf etmiş. İnkişaf etmiş ölkədə daha çox, bəli, biz bunu görə bilərdik. Sonra biotexnoloji inqilab, biotexnoloji inqilabın iki istiqaməti var idi. Biri orqanik Müəllim, məhsullar, bir də ki, GMO bəli, məhsulları idi. Buradan qısa izah edin. deyirəm, düşəsi bir şey deyil bu qəbula. Bəli, Bu orqanik məhsulla bəli, GMO izah edin. məhsulunu müqayisə aparanda hansı daha uzun Bəli. ömürlüdür? Əlbəttə ki, GMO. GMO. Yəni GMO GMO. daha genotipik ömürlüdür. Bəli. Hansı daha keyfiyyətlidir? orqanik. Kim o Hansı keyfiyyətsiz daha bizdə? Son vaxtda bu Avropa Bəlkə dövlətləri ora orqanikdən dərman istifadə edir. vurulmurdu. Burada izaha belə ehtiyac yoxdur burada. İzaha ehtiyac yox mal uşaqlar. Bu qiymətlərindən, ay heyvanların Elmin, sığırçılığından. elmin. yenə sıvamadan danışacağım. İzah edəcəm. Nəqəbə Buna düşəsi bir şey deyil də, yəni ki, bu qəbul falan düşəsi bir şey deyil. Sadəcə məlumatımız olsun ki, orqanik GMO-da orqanik daha yaxşı idi, daha keyfiyyətli məhsul əslində, lakin uzun müddət saxlamaq mümkün deyil, amma GMO-nu saxlamaq mümkün olur. Orqanik daha Bəli, məsələn, sandan götürüb bahadır. şeydə istifadə edirlər. Kartoşkada zətdə. Ya edirlər, niyə etmirlər ki, müxtəlif dərmanlar. O şeylər var, yəni ki, Azərbaycan mətn kitabında da yazmışlar. İsraildə Ondan falan nə qədər adam. ya İsraildə falan şeylərdə göstərirlər o yumurtanın adı nə bilim kələmi, əti belə şeyləri 3D print elədilər, Elə oradan şeylər düzəldirlər ət formasında. Yəni ətə oxşuyur da fərqli bir şey deyil. Oxşan başqa bir şeyə. Bu da təbii ki, də insan orqanizminə zərər çox ola bilər. zərərlidir. Gəldik. Aqroiqlim ehtiyatı. Aqroiqlim ehtiyatı sizcə əkinçilik üçündür, yoxsa heyvandarlıq üçündür? Əkinçilik. əkinçilik üçün. Əkinçilik üçündür. Yəni biz məsəl üçün aqroiqlim ehtiyatlarının zəif olduğu ərazilərdə belə bir sual verir ki, aqroiqlim ehtiyatlarının zəif olduğu ərazilərdə əkinçilik zəif inkişaf etmişdir. Bu fikir doğrudurmu? Xeyr. Xeyr müəllim. Aqroiqlim ehtiyatlarının zəif olduğu ərazidə əkinçilik zəif inkişaf etmişdir. Var əkinçiliyin hansı növüdə? Bəli. Hansı növü var ki əkinçiliyin? Əmiyə bir də su var. Yox. Amma yekunda Bəli, bu zəifdir aqroiqlim- yoxsa yaxşı inkişaf edib? Zəif müəllim, Bəli, zəif. belə zəif olar, zəif. Mən də Zəif biraz inkişaf çox edir də. ağır. Yəni Bəli, məsəl üçün zəif deyək olar. ki, yüksək dağlıq bir ərazidə əkinçilik sən nə qədər Bəli. inkişaf etdirə bilərsən ki burada? Düz. Sənin məhsuldarlığın nə qədər yüksək ola bilər ki? Olası deyil də, yəni ki. Düz deyil, Rütubətli məsəl üçün olar, kimsə indi həyatyanı sahəsində bir damcı, bir sot yerə kartof, soğan Bəli. səpib ki, özü yesin, bu əkinçilik deyil. Əkinçilik bundan getmir. Yəni Bəli. kütləvi şəkildə əkin O sahəsi söhbət bostançı. gedir burada. Aqroiqlim zəif olan yerlərdə əkinçilik zəif inkişaf etmişdir. Amma məsəl üçün aqroiqlimin zəif olduğu yerdə heyvandarlıq zəif inkişaf etmişdir fikrini deməyimiz artıq nədir? Səhv. Düzgün deyil. Çünki ola bilər ki, yüksək dağlıq ərazidir. Əkinçilik üçün burada iqlim şəraiti yoxdur, amma heyvandarlığın otlağı üçün nədir? Şərait var. Məsəl üçün deyək ki, dağlıq ərazidir, meyillilik çoxdur. Burada əkinçilik aparmaq mümkün deyil, amma heyvan otarmağa problem yoxdur. Heyvan ot da Bəli. yoxdur burada. Aqroqlim ehtiyatların göstəriciləri nələrdir? Bəli, məsələn, Sahil temperatur ortalama 10 temperatur dərəcə 10 dərəcədən Bir nəfər yüksək. aslan deyirsən. Günəşli günlərin sayı çox olmalıdır. Sonra deyirik ki, yağış əsasən bitkilərin vegetasiyaya, yəni böyümə dövrünə düşməlidir. İnkişaf dövrünə, Ondan sonra bəli. meyillik 25 dərəcədən yüksək və yaxud da ki 7 dərəcədən 7-6 dərəcədən aşağı olmamalıdır, belə müəllim. Ha, sağ ol. Yəni meyilliyimiz çox aşağı olub, məsəl üçün ərazinin ora gəlib suyun Suvarma aparma toplanması olması. ola bilər ki, ərazi çox meyilli aşağı olarsa, məsəl üçün çökək ərazi deyək Hansı ki, yoxdur? burada nədir artıq su axıb getməyəcək və su toplanacaq, Onu yerə tutulan rekultivasiya səviyyəsi eləyərək yuxarı müəllim onu qalxacaq. düzəltmək olur. Bu da mənfi bir təsirdir və çox meyilli olması da torpağın üst qatını biz artıq şumlayan zaman torpağın üst qatı yumşalır və külək onu Tamam. aparır deyə, sovurur deyə. Orada o zəngin humus qatı artıq yoxa çıxacaqdır. Bəli, bu da ki, aqroqlim ehtiyatların əsas göstəricidir. Məsəl üçün belə bir sual verir bizə. Tropik ərazilərdə, səhralıq ərazilərdə deyir aqroqlim ehtiyatı zəifdir. Yanlışdır. Yanlış fikirdir. Müəllim, Düzdür, orada Bəli. su əkinçilik inkişaf etməmişdir deyə bilərik. Amma Çünki günəş su var da. yoxdur.
Amma günəş varsa artıq orada, bəli, Bəli. isti varsa orada biz oranın aqroqim ehtiyatının yaxşı olmağından danışa bilərik. Və bu biraz adamı karıxdıran bir şeydir. Yəni bir çox məsəl üçün son dövrdə də ki, səhra olan ölkələr artıq kənd təsərrüfatının bitkiçilik, əkinçilik sahələrini orada inkişaf etdirirlər. Bəli, məsələn, şəkər qamışı var, o tropikdə olur. Hətta ən çox ixracat belə onda olmur da hal-hazırda. Ən şirindir deyə. Tropikdə o şirin olur. Sığındırda olmurdu. Sən lap belə Boltun reklamı kimi ortaya girdin. Onun, onun nə adiyyatı var idi aslında. Mən prosta dedim ki, tropikdə inkişafat dediniz, mən də ağlıma gəldi. Ha. Sonra gəldik buradan belə. Deməli bu, başqa da kim buradan bizə lazım olan bir şey qalmadı. Keçdik bitkilərə keçirik artıq, dənli bitkilərdən. Buğda bizə ən çox lazım olan, ən çox qəbulda da sual gələn buğdadır, bir də çəltikdir. Ən çox bunlardan sual düşür. Bəli. Buğdanın yayılması, yəni ki, taxıldır, yəni buğdanın yayılması belə deyək ki, hansı təbii zona üçün deyirik daha geniş yayılmışdır, hansı Çöl təbii təbii zonadır? zonası. Çöl təbii zonası. Çöl təbii Bəli. zonasındadır. Çöl təbii zonasında torpaqlarımız nə rəngdir? Qaralı, Boz. qəhvəyi. Qara, şabalıdır torpaqlar əsasən görürük burada. Amma istisna yerlər var ki, burada dəyişə bilərdir. Məsəl üçün, Şimali Amerikada çöl zonası nə adlanırdı? Prairie. Prairie. Cənubi Prairie. Amerikada Pampa. E, pampa. Pampa. Şimali Amerikanın çöl zonasının torpağı nə rəng idi? Tayqa idi. Yox, Tayqa. qara rəngdədir, deyil mi? Qara torpaqlar idi. Amma Cənubi Amerikanın torpağının rəngi nə idi? Çöl zonasının. O biraz qırmızıya bürünmüşdü mən. Qırmızıya bürünmüşlər, amma qırmızıya bürünüş sürünür. Qırmızı qara torpaqlar idi. Qırmızı qara. Niyə görə burada qırmızı qara torpaq idi Cənubi Amerikada? Demişdik ki, biz rütubətli yerlər həmişə qırmızı torpaq götürürük yaxı. Bəli, Ona rütubətli çox olduğuna görə olmasına burada qırmızı qara torpaqlar görə bilərdik. Şimali Amerikada iki iqlim qurşağı daxilindədir. Cənubi Amerikada bir subtropik iqlim qurşağı daxilindədir. Bəs Avrasiyada, Asiya qitəsində biz çöl zonasını nə adlandırırıq? step. Steplər. Burada torpaqlarımız qara rəng olacaqdır deyəcək. Bu yaxşı. Buğda aqroiqlimdən sizcə çox asılıdır yoxsa yox? Xeyr, çox asılı deyil. Bu da deyil Bu mənim o qədər. nəyə görə? Məsəl üçün hər hansı bir bitkinin və pambığın iqlimdən asılı olub olmamağını və ya da ki çəltiyin iqlimdən asılı olub olmamağını və ya buğdanın nəyə görə müəyyənləşdiririk biz? Nəyə görə Yəni fərqləndiririk bunu? onların şeylərinə müəllim, əkildiyi fəsillərə də Yayıldığı areallar. Yayıldığı əraziyə görə necə fərqləndirirsən ki, elminsən? Sözdə fikrim söylədim. Yox, indi fikrini çək. Yəni, Biraz məsələn, aydınlaşdır belə yəni izah ki, edeyim. nədir? Buyur Aslan. Məsələn, əgər bu həm payız aylarında, həm də ki yaz aylarında əkilirsə, yəni bunun üçün iqlim fərqi yoxdur da. Yaxşı, sən məsəl üçün pambığı Hə. deyə bilərsən indi. Pambıq xeyr mən deyəməm. Məsələn, çəltiyin əkilməsində biz çəltiyi genəlliklə harda görürük? Fəsillərin həddindən artıq olmadığı çox orada ərazidə olur. görürük. Çəltiyi genəlliklə daha çox yayıldığı ərazini. Orada biz fəsli aydın müşahidə etməkdə onsuz da. Nə bilim, orada mən yazda əməkdim, yayda əməkdim, qışda əməkdim, payızda əməkdim bunu. Sonra yayılma arealına baxın. Bax Elmin düz demişdi amma fikrini izah edə bilmədin. Yayılma arealına baxın. Əgər bir bitkini biz həm dağda, həm də düzəndə əkirəmsə, demək bu bitki arsız bitkidir də. Başa düşdük. Bunun yəni ki buna yox, fərqi yoxdur. Deyir, çöldə bayır kimidir buna. Fərqi yoxdur yəni ki buna. Bunu aparım mən orada da əkirəm bitir, burada da əkirəm bitir. Deməli bunun iqlimdən asılılığı yoxdur. Hər iqlimə artıq bu nədir? Uyğunlaşa bilir. Hər iqlimdə dediyimdə, yəni aparıb da qütbdə əkim deyilən bir şey deyil bu təbii ki də. Yəni buğdanın da aqroqlim ehtiyatlarından tələbatı nədir? Təbii ki də asılıdır. Amma çəltikdə var. Çünki çəltik biz harda əkirik yəni çox? Rütubəti çox sevir. Rütubət çox sevir. Məsələn, Azərbaycanda Şərqi. çəltik harda var idi? Azərbaycan Astara ərazisində. Lənkəran Astara ərazisində, bir də Şəki-Zaqatala ərazisində var. Yəni çox Lənkəran Bəli, Astara orada var idi. rütubət çox olur. Lənkəran Astara ərazisində Şəki-Zaqatala ərazisi. Baxıram ki, bunun ikisi nədir? Azərbaycanın birinci ən çox yağın düşən ərazisi Lənkəran Astaradır. İkinci isə Böyük Qafqazın cənub ətəkləridir ki, oradakı nədir? Çox yağıntı düşür deyə. Biz buradakı nədir? Görə bilərik. Adi məsəl üçün Zaqatala Lağ ərazisində biz iqliminə baxsaq, iki dənə yağıntı olan iqlim görə bilirik. Həm soyuqun, həm də ki, mülayim isti iqlim yağıntısını görə bilirik. Demək bu nədir? Artıq yağıntıda iqlimdən asılı olan bir bitki növüdür.
Düzdür, Aran zonasında çəltikçilik var Azərbaycanda, amma suvarma şəraitində Abi, oradakı aparmaq mümkün olur. Amma çəltik daha çox iqlimdən asılıdır deyəcək. İndi buğda və çəltik arasında belə bir əlaqə var idi. Biz demişdik ki, əkiminə görə, əkim arealına görə, əkim sahələrinə görə hansı daha Bəli. geniş yayılmışdır elmin? əlbəttə. Taxıl müəllim. Taxıl, yəni buğda daha çox geniş yayılmışdır. Bəs məhsuldarlığına görə necə idi bunlar? İkisi də bir-birinə Burada bərabərdir da də müəllim. Bərabər. Bunun səbəbi nə idi deyim aslında? niyə? Niyə görə bərabər idi? Çünki çəltik yəni çəltik əsasən daxildə istifadə olunur, değil mi? İxrac olunmur. Yox, o ayrı sualın cavabıdır. Yox, Sən taxıl, növbət, bizə dəqiq mənəm, növbət taxıl sual çox cavabını ixrac olunur. verəcək. Buyur Elvin. Yəni belədir ki, çəltik İsrail ölkələrinin həm istehlakçısı, həm də istismarçısı rol oynayırdılar da. Bir də həm Fərqli cavab ildə verdin. 2 dəfə, çəltik ildə 2 dəfə Çəltik əkilməsi ildə müəllim. 2 dəfə əkilən ərazilər var idi deyə, ona görə həm buna tələbat çox idi çəltiyə, bəli. Həm də ki, bu ildə 2 dəfə əkilirdi deyə, bu səbəbdən çəltiklə buğdanın təxminən nədir? Məhsuldarlıq gəlib il Bərabər. ərzində eyni, orta məhsuldarlıq gəlib eyni çıxırdı. Amma hə, dünya bazarına çıxarılmasında biz buğda və çəltik arasında müqayisə aparan zaman daha çox hansı çıxarılırdı bu dünya bazarına? Yəni buğdana. Buğda. Buğda çıxarılırdı. Çəltik niyə Bəli. çıxarılmır? Çünki daxili tələbat Çünki çoxdur. daxildə. Özləri Rol daha oynayır. çox istehsal edənlər nə edirlər? İstehlak edirlər deyə, yəni yeyirlər deyə. Ona görə çox da dünya bazarına çıxarılmasını biz düzdür, dünya bazarına çıxarılır düyü çıxarılmalı, lakin buğda ilə müqayisədə az çıxarılacaqdır. Sonra yumşaq buğda var, bir də ki bərk buğda var. Düşə bilər qəbula bu. Yumşaq buğda hardaydı? Gürcüstanda müəllim. Qafqazda yəni. Qafqaz Gürcüstan, regionunda, Dağıstan, Gürcüstan, Dağıstan ərazisindədir. Bəs bərk buğda hardaydı? Efiopiya. Efiopiya ərazisində olacaqdı, bəli. Yazlıq Fərrux taxılçılıq, dəstə bir də payızlıq taxılçılıq var idi. Dağlıq ərazidə hansını görürük? Yazlıq müəllim. yazlıq, Yazlıq. Suvarma şəraitində hansı olur? payızlıq. 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 Niyə görə deyir ki, belə bir dilim testində Azərbaycanda sual var ki, niyə görə dağlıq ərazilərdə payızlıq yox, yazlıq taxılçılıq əkilir? Çünki Becərilir. müəllim, dağlıq ərazilərdə payız ayında artıq deyir ki, qar buradan olur deyə. Onlarda yazda biraz istilik olur. Soyuqdur. Nisbətən Yəni yağmur burada hava. iqlimin soyuq olmasına görə biz orada Bəli. əsasən yazlıq əkinçiliklə məşğul ola bilirik. Sonra taxıla görə fərqlənən ölkələrdən biz hansıları deyə bilərik? İndi Məsələn, ABŞ, Amerikadır, Argentina, Rusiyadır, Çin, Rusiya, Ukrayna, Argentina, Qazaxıstan. Çili. Qazaxıstan, Çin, Avstraliyanı Sonra deyə bilərik. əlavə Məsəl üçün Fransa, Fransa Fransanı da demək deyə olar. bilərik. Fransa Hə, xüsusən vurğulayaq ki, Almaniya, Fransa taxıl ixrac edən ölkələrin içərisindədir ha. Bax, ABŞ, bəli. Kanada, Argentina, Fransa, Rusiya, Avstraliya bunlar taxıl ixracatında olan ölkələrdir. Bəs taxıl ixal edən regionlar haradır əsasən? Asiya, Afrika və Latın Amerikası ölkələrində. Asiya, Afrika, Latın Amerikası ölkələrində biz taxıl ixalını görürük. Məsələn, Çində taxılçılıq varmı deyə sual versələr, nə deyərsən? Bəli, var. 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 Yəni burada da var. Amma düzdür, çəltik daha yəni orada üstünlük Bəli, təşkil oranı edəcəkdir. çünki Bir də burada xəritədə daşınmalar var. Məsəl üçün, bax, diqqətli olaq ki. Braziliya taxılı nə edir? İdxal edir, idxalı var Braziliya. ABŞ və Argentina ərazisindən idxal edir. Argentina Avropaya taxıl ixrac edir, ixrac edir. Sonra ABŞ-dan İran ərazisinə, Cənub-Qərbi Asiya regionundakı nədir? İxrac var. Avstraliya ixracat edir hara? Şərqi Asiya regionuna. Ümumiyyətlə Avstraliyada daha çox ticarət əlaqələri haranındır? Asiya regionunda onların daha çox ticarət əlaqəsi var. Bir də Avropada taxılı alır. Burada ABŞ-dan alan ölkələri görə bilərsiniz. Yəni bu ixracatın da xəritəsinə nədir? Açıq PDF-də açıqdır PDF-ə. Elə burada da ki baxın görək buradan da bu şəkildə. Bax bu ixracatlara fikir verin uşaqlar. Bu xəritələrdən qəbula sual gələ bilər, verə bilər. Burada buğda istehsal edən ölkələrdən məsəl üçün Çinə baxırsınız. Çin nədir? Həcmi daha böyük olan ölkələrdən biridir. Çin deyə bilərsiniz. Sonra əsasən beynəlxalq yük marşrutlardakı bu istiqamətlərə görürük. Buradan məsəl üçün Yəni Avstraliya. burada Avstraliya yəni cənub, yəni Şərqi Asiyaya ixrac eləyir, Çin də bunu idxal eləyir də, yəni Avropa ölkəsinə. Çində də kim bəli, ora gəlir, buradan da burada gətirirlər də. Yəni ki, həm alır, həm də özündə də var. Çünki oranın daxili tələbatı çoxdur axı.
Bir də Azərbaycanda biz vurğulamışdıq ki, taxılçılıq daxili tələbatı ödəmir. Bunun da səbəbi yem bazasında və qidada çox istifadə Çox istifadə olunmasıdır. olunur.